Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin bugünə olan ilk buraxılışı ilə qarşınızdayıq. Prezident İlham Əliyev Somalinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidolunu qəbul edib. Prezident Kolumbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Raquel Munar Xaramionu da qəbul edib. Dövlət başçısı Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mngomezulunu qəbul edib. Davam edirik. İşğaldan azad edilmiş Füzuli rayonu aşağı Əbdürrəhmanlı kənd ərazisində mina hadisəsi baş verib. Bu barədə ANAMA-da məlumat verilib. Agentliyin əməkdaşı 31 yaşlı Muğan Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş həyatını itirib. Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb. Bugün Biləcər stansiyasından Ermənistana 22 vaqonda 1298 ton dizel yanacağı göndərilib. Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət çəkisi 240 ton olan gübrə yola salınıb. Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton AI-92 benzini və 2955 ton AI-95 benzini ixrac olunub. Xatırladaq ki, bugünə kimi Rusiyadan Ermənistandan Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb. Ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb və faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkanı tədbiri seçilib. Masallı rayonunda Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və Masallı rayon polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kiloqram ət aşkar olunub. Baxış zamanı məhsulun müvafiq müşayiət edici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Malik Əzizov tərəfindən qanunsuz olaraq kəsildiyi, Əmrah Kərimli tərəfindən isə avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub. Yararsız ət saxlanıca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Fakt üzrə araşdırmalar davam etdirilir. Sahibkar fermerəm. Bu dəhçədir, bir yaşar. Kəsirəm qardaş, aparıram Bakıya. Şəxsi istifadə eləmək üçün. Balların başlayacaq. Ət bahadır, 20 manatdır. Qardaş, 20 manat. Bu mənə 10 manat. Deyirik də qardaşlar, xeyrimiz var, şərimiz var, toy var, yas var. Özümüz yeri istifadə edirik, özümüz üçün. Kimizə düşəndə qoçumuz anlatmırıq ki, dələduzluq eləyək. Satış yox. Özümüz yeri istifadə edirik. İstəyəndə olsa satarım, 10 manatı kilo. İstəyən yoxdur, olsa. Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Aprel ayının ilk günlərindən etibarən bölgədəki hava kəskin dəyişib. Yüksək dağlıq ərazilərə sulu qar və qar yağır. Düzənliklərdə isə intensiv yağışlar müşahidə olunur. Yağıntılar səbəbindən çaylarda suyun səviyyəsi artıb. Qax rayonunun Sarıbaş və İlisu kəndlərində 2 gündür qar yağır. Sarıbaş kəndində qarın hündürlüyü artıq 40 cm çatıb. Səhər saatlarında kəndlər qar örtüyü ilə örtülüb. Gecə saatlarında isə Oğuz rayonunun mərkəzindən 45 km məsafədə yerləşən Filifilli kəndində yağan yağış qarla əvəz olunub. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir. Xəzərdə bugün 4-cü zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. İlk zəlzələ 3,2 magnitudalı, ikinci zəlzələ 3,1 magnitudalı, üçüncü zəlzələ 3,8 magnitudalı və dördüncü zəlzələ isə 3,1 magnitudalı olmaqla yerli vaxtla 10:21-də 25 km dərinlikdə baş verib. Xatırladaq ki, aprelin 4-dən etibarən Xəzərin dibində 12 dəfə güclü təkanlar qeydə alınıb. Bunlardan ən güclüsü 5,3 bal olub.
Asan xidmətin açıq innovasiya platforması olan Asan AI Hub platforması tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb. Məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirmək olan platformanın ilk çağırışları çərçivəsində 17 innovativ həll təqdim olub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən 2 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər Digital Umbrella tərəfindən müəyyən edilib. Asan AI Hub artıq beynəlxalq səviyyədə diqqəti cəlb edir. Belə ki, Beynəlxalq Analitika Mərkəzi olan Oxford Insights tərəfindən aparılan təhlil onu göstərir ki, bu model digər ölkələrdə də tətbiq oluna biləcək bir açıq innovasiya əməkdaşlığı platformasıdır. Və platformanın fərqləndirici cəhəti ondan ibarətdir ki, burada real texnoloji problemlər, şirkətlər, qurumlar tərəfindən elan olunur açıq şəkildə və buna hər kəs müraciət edə bilər. Bu ola bilər startup sahibləri, özəl şirkət nümayəndələri və yaxud da universitet tələbələri və bugünkü konkret nəticələrimiz də onu göstərir ki, qaliblərimiz sırasında həm universitet tələbələri var, həmçinin də startup təsisçiləri var. Davam edirik, hörmətli tamaşaçılar. Türkiyədə liseyə silahlı hücum olub. Hadisə ölkənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib. Belə ki, liseyə tüfənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində azı 16 nəfər yaralanıb. Şanlıurfa valisi bildirib ki, hücumu törədən məktəbli özünü öldürüb. Məlumata görə hücum törədən 19 yaşlı şəxs daha əvvəl bu liseydə təhsil alıb. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və xüsusi təyinatlı polis qüvvələri cəlb olunub. Yaralanan şəxslərdən birinin polis əməkdaşı olduğu qeyd olunur. Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. Alen Simonyan rəhbərlik etdiyi nümayəndə heyətinin 16-19 aprel tarixlərində keçiriləcək parlamentlər arası ittifaqın 152-ci assambleyasında iştirak etmək üçün İstanbula gedəcəyini xatırladıb. Simonyan qeyd edib ki, konferans çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır. Bir çox ölkənin parlament rəhbərləri orada olacaq. Hazırda Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri ilə görüşlər planlaşdırılır deyə Simonyan bildirib. İran, Amerika Birləşmiş Ştatları və İsrailin həyata keçirdiyi hücumlarla bağlı bölgədəki bəzi ölkələrdən kompensasiya tələb etdiyini açıqlayıb. İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub ünvanlayıb. Belə ki, İran tərəfi Səudi Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İordaniyanın hücumlarda dolayı və ya birbaşa iştirakda ittiham edir. Qeyd olunub ki, İran silahlı qüvvələrinin hazırladığı hesabatlara əsasən adı çəkilən ölkələrin əraziləri və hava məkanları Birləşmiş Ştatlar və İsrail tərəfindən hücumlar üçün istifadə edilib. İran nümayəndəsi bildirib ki, bu addımlar beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir və nəticədə İrana dəyən bütün maddi və mənəvi zərərin ödənilməsi tələb olunur. Qeyd edək ki, İran tərəfi daha əvvəldən analoji iddialarla çıxış edib və bəzi regional ölkələrin öz ərazilərindən hərbi əməliyyatlar üçün istifadəyə icazə verdiyini irəli sürüb. Livanın Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrailin ölkənin cənubuna hava hücumları nəticəsində 34 nəfərin həlak olduğunu, daha 174 nəfərin yaralandığını açıqlayıb. Məlumata görə 2 martda hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2089-u keçib ki, 6762 nəfər yaralanıb. İsrail ordusunun mətbuat xidmətindən bildirilib ki, xüsusi təyinatlılar Livanın cənubundakı Bint
Sibel şəhərində hücum ediblər və əməliyyat nəticəsində Hizbullahın 100-dən çox üzvü zərərsizləşdirilib. İsrail mətbuatının məlumatına görə döyüşlər zamanı İsrail ordusunun bir hərbçisi həlak olub, 3 nəfər yaralanıb. Hizbullahın İsrailin şimalına atdığı raketlər isə dağıntılara səbəb olub, 60 yaşlı qadın yaralanıb. Qeyd edək ki, bugün Livan və İsrailin BMT-dəki daimi nümayəndələri arasında Vaşinqtonda atəşkəs danışıqlarının aparılması gözlənilir. Beyrutda minlərlə insan Vaşinqton danışıqlarının ləğvi tələbi ilə aksiya keçirib. Hizbullahın lideri Naim Qasim Livan hökumətinə çağırış edərək İsrail ilə atəşkəs danışıqlarının dayandırılmasını tələb edib və Vaşinqton danışıqlarını Livanın qeyd-şərtsiz kapitulyasiyası adlandırıb. Belə hörmətli tamaşaçılar, bu xəbərlə də saatın əsas xəbərlərini təqdim etdik. Saat 18-də isə yenidən görüşəcəyik. Hələlik.